Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olunmuş topludan mübtəda ilə xəbərin uzlaşması dərsi, yəni agreement mövzusundan bir neçə testin izahına baxacağıq. Əvvəlcə onu qeyd edim ki, bütün qaydaları testlər üzərində tətbiq etməyi daha sürətli şəkildə öyrənmək istəyirsinizsə, hər zaman test izahlarına daha diqqətli baxın. Mübtəda ilə xəbər uzlaşması dərsində xəbərlərin cəm ya da tək olmağını bilmək üçün əvvəlcə bu cümləmizi xatırlayaq. İngilis dilində is, was, has, does, fail üstəgələk is təklik, are, were, have və sadəcə fail cəmlik bildirir. Cəm və təkid bərabər olanlar isə did, had, feillərin keçmişi və willdir. İndi isə gəlin birinci testin izahına baxaq. Blue jeans too tight for me. Mavi cins mənim üçün çox dardır. Bilirik ki, cins iki hissəli isimdir və iki hissəli isimlər hər zaman cəmlik bildirir. Ona görə də xəbər cəm olmalı idi. 1 və 2 yanlışdır. Cavab olur 3 və 4 B variantı. Tərcümədə isə qeyd etdiyim kimi bu cins mənim üçün dardır ya da dar idi deyilir. İndi isə gəlin 6-cı testin izahına baxaq. The poor in this country helped by the government. Bilirik ki, qaydamızdan bilirik ki, ingilis dilində sözündən əvvəlki sözə baxmaq lazımdır. Yəni bu mübtədaya əlavədir. Tərcümə ilə deyir ki, kasıblara, yəni bu bizim ölkədəki kasıblara, bu artıq bizim ölkədəki sözü bu sözə təyin funksiyası daşıyır. Yəni onu təyin eləyir. Artıq onun burada xəbərlə uzlaşdırmaq bir xarakteri yoxdur. Ona görə də biz the poor sözünə baxmalıyıq. Bilirik ki, sifətlərin önünə z artiklı əlavə eləyərkən onlar cəmlik bildirir. Yəni bu söz sadəcə z-siz yazılsaydı kasıb, yəni sifət olardı. Z ilə yazıldığı üçün kasıblar, yəni substantivləşmiş bir isim olur. Və substantivləşmə zamanı həmin sözlər mütləq cəmlik bildirir. Məsələn, the poor, the young, cavanlar, the old, qocalar. Burada isə kasıblar deməkdir. Kasıblar cəmdə olduğu üçün biz xəbərləri də cəm seçirik. Ona görə 1, 4 və 5 doğrudur. Cavab olur C variantı. Tərcümə ilə isə deyilir ki, bizim bu ölkədə hökumət tərəfindən kasıblara yardım edilir. İndi isə gəlin 11-ci testin izahına baxaq. 11-ci testdə cattle verilib nöqtələrdən əvvəl. Cattle bilirik ki, toplu isimdir. Bütün toplu isimlər cattle, police, poultry bu tipdə toplu isimlərin hər birinin xəbəri cəmdə olmalı idi. Ona görə is və has been variantlarını çıxırıq. Cavab olur 1, 3, 5, yəni C variantı. Tərcümədə deyilir ki, malqara onun südü və əti üçün saxlanılır. Yəni əti və südü üçün saxlanılır. İndi isə baxaq 26-cı testin izahına. 26-cı testdə bizə verilən qayda the salt and the sugar on the table. Bilirik ki, and bağlayıcısı iki mübtədanı bağlayırsa bu zaman xəbər cəmdə olmalı idi. Ona görə cavab olur C variantı. Şəkər və qənd, daha doğrusu şəkər və duz stolun üzərindədir. İndi isə baxaq 35-ci testin izahına. Such glasses. Bilirik ki, glasses iki hissəli isimdir. Ona görə də xəbər cəmdə qoyulmalı idi. Birinci cümləyə baxaq. Makes. Makes bilirik ki, feilin sonuna s artıranda o söz tək olur. Ona görə də bu yanlışdır. 2 doğrudur. Üçüncü doesn't ola bilməz. Çünki doesn't təklik bildirir və 4 doğrudur. Cost doğrudur. Tərcümədə deyir ki, bu eynəklər are only for reading. Bu eynəklər yalnız oxumaq üçündür. 4-də isə deyir ki, bu eynəklər çox bahalıdır. Ona görə də cavab olur 2, 4, Y variantı. İndi isə 43-cü testimizin izahına baxaq. 43-cü testdə bizə verilib as a result of natural disaster. Təbii fəlakətlərin nəticəsində artıq biz ikinci bir cümlə hissə görürük. The number of ruined cities and villages. Şəhərlərin, dağılmış şəhərlərin və kəndlərin sayı. Demək ki, burada xəbər the number of-dan olmalı idi. The number of bilirik ki, tək xəbər istəyir. Ona görə have risen və are rising variantları çıxır. Cavab olur 2, 4, Y variantı. Tərcümədə isə deyilir ki, təbii fəlakətlərin nəticəsində dağılmış şəhər və kəndlərin sayı artıb 2, 4 doğru variantdır. İndi isə 47-ci testə baxaq. 47-ci testdə bizdən soruşulan hissə each of-dur. Each of-da bilirik ki, xəbər təkdə qoyulmalı idi. Ona görə də cəm xəbərləri birinci tərəfə görə çıxırıq. Have cəmdə çıxırıq və signed cəmdə çıxırıq. Əgər feilin sonunda s-lik olsaydı, bu zaman təklik, daha doğrusu S olsaydı tək olardı, S olmadığı üçün cəmlik bildirir. Demək ki, birinci tərəfə görə B, C və D variantı doğrudur. İndi ikinci tərəfə baxırıq. So variantından yadınızda bu şeyi saxlayırsınız. Əvvəlki cümlənin mübtədası each of-la uzlaşır, amma so'dan sonra so do I və neysə do I dərsindən bilir ki, artıq so do I cümləsindəki mübtəda nədirsə, xəbər onunla uzlaşmalıdır. Employees cəmdə olduğu üçün xəbər də cəm olmalı idi. Ona görə C variantındakı has, D variantındakı does yanlışdır. Cavab olur B variantı. Tərcümə ilə deyilir ki, each of delegates has signed the contract. So have the employees. Deyir ki, nümayəndələrin hər biri müqaviləni imzaladı. Sonra isə deyir işçilər də həmçinin. Demək ki, cavab oldu B variantı. 48-ci testə baxaq. Delegates represented that company. Qaydadan bilirik ki, cümlənin mübtədasından sonra verilən inkli və ya edli feillər əlavədir və biz həmişə oradan əvvəlkinə baxırıq. Tərcümə ilə belə olur bu cümlə. Bu şirkəti təmsil edən nümayəndələr. Xəbər cəm olmalıdır, çünki nümayəndələr sözü cəmdədir. Ona görə tək xəbərləri çıxırıq. Cavab olur 1 və 2.
A variantı deyir ki, bu şirkəti təmsil edən nümayəndələr have been ya da were greeted warmly, mehriban şəkildə qarşılandılar. İndi isə 51-ci testimizə baxaq. The earnings for the Christmas. Burada isimimiz cəmdə olduğu üçün demək ki, biz xəbərləri də cəm istəməliyik. Baxırıq variantımızın hər biri cəmdir. Demək ki, burada artıq biz həm tərcüməyə, həm də düsturlara baxmalıyıq. Were given verildiyi məhculdur. Gave verdi məlumdur. Have given məlumdur, verilmişdi, verib. Will be given veriləcək. Demək ki, biz burada 1 və 4 məhcul, 2 və 3 isə məlumdur. Biz buna görə mütləq cümləni tərcümə etməliyik ki, bu cümlədəki xəbərin bu mübtəda tərəfindən icra olunub olmadığını bilək. Demək ki, earrings verildi ona Christmas üçün. Earrings özü verə bilməz deyə. Ona görə biz məlum variantları çıxırıq. Verdi, yox, verildi, verilmişdi, yox, veriləcək kimi variantı seçirik. Cavab olur 1, 4. Yəni cavab oldu burada. C variantı. Bir daha qeyd edirəm. Əgər cümlənizdə bütün feillər tək ya da cəmdirsə və siz uzlaşdırmanı tapa bilmirsinizsə, demək ki, bu zaman siz məlum məhsul qaydasına baxmalısınız və bunun üçün də düsturları mütləq tanımağınız lazımdır. İndi isə 62-ci testə baxaq. Poultry farm. Yadımızdadırsa poultry bayaq etmişdik ki, toplu isimdir. Lakin burada iki isim yan yana verilibsə, artıq əsas məna daşıyan isim ferma sözüdür. Ferma təkdə olduğu üçün biz burada tək xəbərləri seçirik. 1, 2 və 3 yanlışdır. Cavab olur 4, 5. Çünki 4, 5 təklik bildirir. Ona görə cavab oldu D variantı. Deyir ki, ev quşları ferması tikildi. Evin yaxınlığında was ya da has been built near a village. Kəndin yaxınlığında tikildi. İndi isə 70-ci testə baxaq. A lot of walking. A lot of sözü sizi çaşdıra bilər, amma cümlənin mübtədası walking. Gəzinti. Bilirik ki, cümlənin mübtədası inkli və ya tulu feildirsə, xəbər də təkdə qoyulmalıdır. Baxırıq variantlarımızdan tək xəbərlərə keep yox, keeps olmalıdır, have yox, has olmalıdır, have D variantındakı have yox, has olmalıdır. Will ümumiyyətlə xəbər ola bilməsi üçün mütləq özündən sonra feil gəlməlidir. Ona görə Y variantı da yanlışdır. Cavab oldu keeps. Çoxlu gəzinti isə məni sağlam və güclü saxlayır. Demək ki, cavab oldu C variantı. İndi isə baxaq 82-ci testə. 82-ci testdə bizdən soruşulan nüans hospitality antinobility. Cümləmizin mübtədası 2 isimdir. Hətta 2 isim sayılmayan olsaydı belə, buradakı sözlərimizdə sayılmır. And bağlayıcısı ilə bağlandığı üçün xəbər cəmdə olmalıydı. Ona görə 2 yanlışdır, 4 yanlışdır. Cavab olur 1 və 3. Bir daha qeyd edirəm. Əgər cümləmizin mübtədası and ilə bağlanmış 2 isimdirsə, hətta bu isimlər sayılmasa belə xəbər cəmdə qoyulur. Qonaqpərvərlik və alilik yaxşı keyfiyyətdir, hansı ki insanlar tərəfindən heyran olunur. Demək ki, 82 oldu Y variantı. İndi isə baxaq 84-cü testdə. Growing plants. Qaydamızdan bildiyimiz kimi cümlənin mübtədası inkli feil olsa, hətta onun yanında cəmdə olan isim olsa belə, yenə də biz growing sözünə baxırıq. Deyir ki, ağaclar əkmək adlanır crop forming, məhsuldarlıq. Sonra keeping animals, heyvan saxlamaq adlanır livestock farming, yəni heyvandarlıq. Mix of the both, bunların hər biri isə mixed farming adlanır, qarışıq heyvandarlıq kimi adlanır. İndi cümlənin mübtədası inkli feildir. Birinci tərəfə görə xəbər tək olmalıdır. C-nin arı, D-nin arı çıxdı. İkinci tərəfdə keeping animals, heyvan saxlamaq, bilir ki, məslərdə xəbər tək olmalıdır. İkinci tərəfdə də xəbər tək olmalıdır deyə yeni və B-ni çıxırıq. Cavab oldu A variantı. Çünki bizim 3 nöqtəmiz var və birinci, ikinci nöqtəmiz inkli feil idi deyə xəbər təkdə qoyuldu. Üçüncü nöqtəmiz, baxın bu üçüncü nöqtəmizdə of var. Ofun birinci tərəfi təkdirsə, xəbər də təkdə olmalıydı. Ona görə üçüncü nöqtəmizdə də iz qoyulur. Cavab olur 84-də A variantı. İndi isə 85-ci testin izahına baxaq. Zeri ifadəsi birinci isimlə uzlaşır. Burada of var, ofdan əvvələ baxırıq. Types cəm olduğu üçün tək xəbərləri çıxırıq. D, B və C variantları çıxır. İkinci nöqtələrimizdə yenə Z var. Z-dən sonra few particles gəlib, hissəciklər. Cəmdə olduğu üçün biz is variantında çıxırıq. D də getdi, qalırıq A-Y arasında. Üçüncü nöqtəmizdə isə temperature false olar. Fall olmaz. Y variantı yanlışdır. Cavab oldu A variantı. Tərcümədə deyir ki, dağlarda müxtəlif növ hava tipləri var. Çünki sən yuxarı qalxdıqca havada çoxlu hissəciklər olur və temperatur false düşür. Hər bir nöqtənin öz xəbəri ilə uzlaşmasını götürəndə cavab oldu A variantı. İndi isə 88-ci testin izahına baxaq. 88-ci testdə bizdən soruşulan nüans who. Nöqtələrdən əvvəl who verilir və bilirik ki, burada köməkçi feil əslində burada olub, sadəcə əvvələ keçib sual düzəldib. Reporters cəm olduğu üçün biz burada cəm xəbərləri seçirik. 1 yanlışdır və 5 yanlışdır, 2 doğrudur, 3 doğrudur və 4 doğrudur. Buradan bir sözü qeyd edeyim ki, will be həm cəm həm də tək olduğu üçün biz bu nüansa bunu seçə bilərik. Tərcümədə deyir ki, reporterlər intervyu verildi kimlər tərəfindən. Demək ki, reporterlər cəm olduğu üçün xəbərdə cəm olmalıdır. Ona görə cavab oldu 2,
3, 4. Y variantı. İndi isə baxaq 91-ci testdə. 91-ci testdə The stories written by Mark Twain full of life. Diqqətlə baxın. Cümlənin mübtədası stories deyir. Çünki Mark Twain tərəfindən yazılmış dedi. Əgər isimdən sonra P2 ya da P1 verilibsə biz həmin P2-dən əvvələ baxırıq. Stories cəm olduğu üçün demək ki 1 yanlışdır, 2 doğrudur, 3 yanlışdır, 4 doğrudur. 5 isə diqqətli olun. 5-in doğru ola bilməsi üçün mütləq özündən sonra feil olmalıdır. Burada nöqtələrdən sonra da feil yoxdur, full ofdur. Will'in də özünün heç olmasa ən azından birisi olmalıydı ki, o cümlədə xəbər olsun. Ona görə 5 yanlışdır. Cavab oldu 2, 4. İndi isə gəlin ikinci başlıqdan bir neçə testin izahına baxaq. İkinci başlığımızda bizə verilib There are some wolves in the forest. Meşəmizdə çoxlu canavarlar var. Wolf cəm olmalıdır. Çünki önündə sam var, xəbərdə cəmdir. B variantında wolf cəm verilib, amma iz təkdədir, yanlışdır. C variantında wolf cəm, voz isə təkdir, yanlışdır. D variantında ar da cəmdir, wolf isə cəmdir, düzdür. D variantı. Y variantında isə wolf təkdə verilibdir, yəni yanlışdır. İndi isə 5-ci testin izahına baxaq. 5-ci testdə of var, ofdan əvvəlki sözümüz lovesdur, cəmdədir. Yəni xəbərimiz də cəm olmalıydı. 1 doğrudur. İkincidə caps, ofun birinci tərəfi caps cəmdir, amma iz verilib, yanlışdır. Üçüncü testdə balaca qız və onun qardaşı ənt bağlayıcısı var. Xəbər voz yox, ver olmaydı, yanlışdır. Və dördüncü testdə there were only some pieces of paper. Ofun birinci tərəfi cəmdə olduğu üçün xəbərdə cəm olmalıydı. Ona görə burada 1, 4 doğrudur. Cavab oldu Y variantı. İndi isə gəlin 12-ci testin izahına baxaq. 12-ci testdə the bunch of flowers. Güllər. Ofun birinci tərəfi təkdə olduğu üçün xəbərdə tək olmalıydı. 1 doğrudur. The price, ofun birinci tərəfi price'dır, xəbərdə mübtəda təkdir, xəbərdə izdir, düzdür. Bu səndə xəbəri cəm olmalıydı. I am yox, I are olmalıydı. Bunu yadınızda saxlayın. Ona görə bu yanlışdır. 4-də each ofun xəbəri tək olmalıydı. Are yox, is olmalıydı. Ona görə burada cavab oldu 1 və 2. C variantı. İndi isə baxaq 16-cı testin izahına. 16-cı testdə the border of Sahara desert, Sahara səhrasının border sərhədləri. Diqqətli olun. Border cəm olduğu üçün xəbər də cəm olmalıydı. Covers yox, cover olmalıydı. 1 yanlışdır. Basket bilirik ki, qaydadan əgər mübtədadan sonra full of sözü gəlibsə bu zaman basketə baxırıq. Basket təkdədir, were isə cəmdədir. Bu yanlışdır. The number ofun xəbəri tək olmalıydı. Baxırıq burada tək xəbər verilib. Bu 3 doğrudur. Və dördüncüdə the popularity of computers has risen. Ofun birinci tərəfi popularity təkdədir, xəbərdə təkdədir deyə 3, 4 doğrudur. Cavab oldu C variantı. İndi isə 21-ci testin izahına baxaq. 21-ci testdə bu təyin budaq cümləsi qaydasıdır. Yadımıza saxlayırıq. Təyin budaq cümləsində təyin etdiyimiz sözlə uzlaşdırırıq xəbəri. Zəus cəmdə olduğu üçün təyin etdiyimiz sözlə onunla uzlaşmalıdır. Deyir ki, mən hörmət etmirəm onlara. Yəni canlı insanlara. Canlı insanları təyin edərkən biz hu və zətdən istifadə etməliyik. Hu və zətdən istifadə edirik və xəbəri özü ilə uzlaşdırırıq. Əvvəlcə hu zət olmayan variantları çıxaq. C və D variantları yanlışdır. Zəus cəmdə olduğu üçün xəbər doesn't yox, don't olmalıydı. 1 ilə A və B variantı da yanlışdır. Cavab oldu Y variantı. Tərcümə ilə deyir ki, sözünü tutmayan insanlara hörmət etmirəm. 24-cü testə baxaq. 24-cü testdə people all around the world. İnsanlar, dünya ətrafında olan insanlar. Artıq burada around sözündən əvvələ baxmalıyıq. Cəmdir. Cümlənin xəbərinə baxaq. İnsanlar, dünya ətrafında olan insanlar value education təhsilə önəm verirlər. Value cümləmizin xəbəridir və cəmdə də S olsaydı tək olardı. S olmadığı üçün cəmdir. 2-də his knowledge of language. Ofun birinci tərəfi knowledge bilikdir. Xəbər isə help yox, helps olmaydı. 2 yanlışdır. 3-cü testdə chocolate in the box were fine. Chocolate cəmdədir. Söz öndən əvvələ baxırıq. Chocolate cəmdir, word düzdür. Demək ki 1, 3 doğrudur. 4-də isə light, travel yox, travels olmalıydı. Bir daha qeyd edirəm. İşıq hərəkət edir. Səsdən daha sürətli. Light 3-cü şəxsin tək olduğu üçün xəbərdə tək olmalıydı. Ona görə 4 yanlışdır. Cavab oldu 1, 3. C variantı. İndi isə 28-ci testə baxırıq. Oil companies have extended their products. Neft şirkəti bizim neft şirkətimiz öz məhsullarını extend etdi, genişləndirdi. Demək ki, burada kompaniyası cəmdir, xəbərdə cəmdir, bu düzdür. Tulips, ofun birinci tərəfi tulipsdir, iz yox, ar olmalıydı, 2 yanlışdır. Just few scenes of the film, filmin ofun birinci tərəfi scenes, səhnə deməkdir. Reflects yox, reflect olmalıydı, çünki scenes cəmdədir. 4-cü testdə between var, between-dən əvvələ baxırıq, difference təkdə idi, has isə təkdədir, demək ki, cavab oldu 1, 4, Y variantı. Diqqətli olun, bir daha burada bir nüansı sizin üçün deyim. Burada görürsünüz different yazılıb, amma and verilib. Diqqətli olun. Between varsa əvvəlinə baxırıq. Yəni bu artıq digər cümlə bizə bir əlavə kimi verilib. Ona görə burada cavab olur 1, 4.
İndi isə baxırıq 35-ci testin izahına. 35-ci testdə bizdən soruşulub internet. İnternet bilirik ki, cansız simdir. Biz onu təyin edərkən which zətdən istifadə edirik. Qətiyyən vot olmaz. Ona görə əvvəlcə 3-ü çıxırıq. İnternet təkdə olduğu üçün təyin budaq cümləsində xəbəri təkdə olmalıdır. 2-də are yox, is olmalıydı. Çünki internet zət are a global network deyə bilmərik. Zət is deməliydik. Ona görə cavab oldu 1 və 4. Cavab oldu C variantı. İnternet which is ya da which has millions of users has already entered our ordinary life. Deyək ki, internet milyonlarla istifadəçisi olan internet artıq bizim adi həyatımıza daxil olub. İndi isə 41-ci testə baxaq. Doing crosswords in English gives me pleasure. İngilis dilində crossword həll etmək mənə həzz verir. Demək ki, cümlənin mübtədası doingdir. Doing xəbər təkdir. Doing təkdirsə xəbər də təkdir. Bilirik ki, cümlənin mübtədası inkli feildirsə xəbər də təkdə qoyulmalıydı. Ona görə 1 doğrudur. 2-də letters typed by young secretary. Cavan sekreter tərəfindən çap olunmuş məktub. Gördüyünüz kimi burada cümlənin mübtədasından sonra P2 verilib. P2 verilibsə artıq biz P2-dən əvvəlki sözə baxırıq. Letters cəmi has təkdir. Bu yanlışdır. The stripes on varsa söz öndən əvvələ baxırıq. Stripes cəmdir, xəbər iz yox, ar olmalıydı. Ona görə 3 yanlışdır. Some of jars tomato sauce ofdan əvvələ baxırıq. Jars cəmdə, were cəmdə. Demək ki, cavab oldu 1, 4, A variantı. Və indi baxırıq 45-ci testə. 45-ci testdə bizdən soruşulur. Was Japanese is a difficult language? Buradan sizə bir qeydi nəzərinizə çatdırım. Japanese əgər Z ilə verilibsə bu olur millət adı və xəbər cəm olur. Z-siz verilibsə bu olur dil adı və xəbər tək olur. Deyir ki, Yapon dili çətindir sənin öyrənməyin üçün çətindir. Demək ki, burada was olması doğrudur çünki Z artiklı yoxdur. İndi 2-yə baxaq. Are the Japanese very inventive people? Deyir ki, Yaponlar inventive insanlardılar. Z olduğu üçün demək cəmdədir, cəm olduğu üçün millətli xəbəri cəm olmalıydı. 1, 2 doğrudur. 3-ə baxdıq, cümlənin mübtədası inkli feildirsə xəbər ar yox, iz olmalıydı. 4-ə baxdıq, cümlənin mübtədası to feildirsə xəbər ar yox, iz olmalıydı. Ona görə cavab oldu 1, 2, D variantı. İndi isə 47-ci testin izahına baxırıq. Birinci testdə of var. Ofdan əvvəlki sözə baxırıq. Was cəmdədir. Xəbər isə was yazılıb təkdir. Buna görə yanlışdır. İkinci testdə qadın. Qadını təyin edən budaq cümlə var. Burada who. Əgər bizim bir cümləmizdə təyin budaq cümləsi verilibsə, cümlədəki bütün xəbərlər həmin təyin budaq cümləsinin təyin etdiyi sözlə uzlaşır. Yəni bu cümlədə neçə dənə xəbər varsa, hamısı bu woman-la uzlaşmalıdır. Woman təkdə olduğu üçün xəbər də təkdir. Buraya qədər doğrudur. İkinci xəbərimiz də təkdir. Demək ki, 2 doğrudur. Üçüncü testə baxaq, burada yenə təyin budaq cümləsi verilib. Təyin budaq cümləsində əvvəldə qeyd etdiyimiz kimi bütün xəbərlər təyin olunan sözlə uzlaşmalıdır. Mənim yeni tişörtüm isim təkdədir, xəbər də təkdə olmalıydı. Baxırıq ki, təyin budaq cümləsinin xəbəri təkdə verilib. Bura qədər doğrudur. Lakin ikinci xəbərimiz cəm verilib. Bu yanlışdır. Çünki bu cümlə belə tərcümə olunur. Mənim koftam, hansı ki böyük cibləri var, o hələ ütülənməyib. Ütülənməyib dedikdə pocket sizi çaşdıra bilər. Bu nüans sizi çaşdırmasın. Çünki pocket ütülənməyib demirik. Tişört ütülənməyib deyirik. Ona görə də t-shirt təkdə olduğu üçün haven't yox, hasn't olmalıydı. Ona görə 3 yanlışdır. Dördüncü testi isə opportunity-dən sonra given verilib. P2 biz P2-dən əvvələ baxırıq. Opportunity təkdə olduğu üçün xəbər də təkdə olmalıydı. Baxırıq was təkdədir. Ona görə cavab oldu 2, 4, Y variantı. İndi isə baxırıq 49-cu testin izahına. 49-cu testdə bizə verilən nüans. Our best students has brought honor to the college. Bizim ən yaxşı şagirdlərimiz bizi kollecimizə şərəf gətirib. Demək ki, students cəmdə has təkdə bu yanlışdır. Each of-un xəbəri tək olmalıydı. 2 doğrudur. Many people enjoys yox, enjoy olmalıydı. 3 yanlışdır. Çünki feilin sonundakı heç təklik bildirir. Both and xəbəri cəm olmalıydı. 4-də də cəmdir. Ona görə cavab oldu 2, 4, A variantı. İndi isə baxırıq 52-ci testin izahına. 52-ci testdə the other half of these spectacles. Bu qaydanı yadınızda saxlayın. Əgər cümləmizdə half of varsa, half of-un xəbəri half of cəm isim, cəm xəbər, tək isim, tək xəbər qaydası ilə işləyir. Lakin əgər half-ın qarşısında azə varsa, bu konkret digər tərəfi nəzərdə tutur və təklik bildirir. Bir daha qeyd edirəm. Azə olmasaydı cəm isim, cəm xəbər qaydası olardı. Azə olduğu üçün tək xəbər qaydası olur. Ona görə 52-ci testdə 1 doğrudur. 2-yə baxırıq. Cümlənin mübtədası inkli feildir. Şəkər istifadə etmək is dangerous. Bu is xəbər təkdir deyə doğrudur. Our information sources cəmdə olduğu üçün is yox, ar olmalıydı. There are not many news agencies. Düzdür. Burada diqqətli olun. Xəbər agentlikləri yoxdur yaxınlıqda. Bu düzdür. Agentlikdən danışır ki, agentlik yoxdur. 4 düzdür. 5-də isə hotel sözündən əvvələ baxırıq. Hotel cəm olduğu üçün xəbərdə is yox, ar olmalıydı. Ona görə cavab oldu D variantı. İndi isə 58-ci testin izahına baxaq. 58-də the exact number. Bilirik ki, a number of cəm xəbər
xəbər, the number of tək xəbər olur. Bəzən bizi çaşdırmaq üçün burada exact, great ya da small bu tipdə sözlər verilir. Lakin siz bu sözlərə diqqət etməyin. Siz artikla baxın. The number of-dursa xəbər tək olmalıydı. Are yox, is olmalıydı. Bir yanlışdır. The cherry full of-dan əvvələ baxırıq. Qaydamızda da qeyd etmişdik. Full of-dan əvvəl tree verilib deyə xəbər tək olmalıydı. Look like yox, looks like olmalıydı. Ona görə 2 yanlışdır. News agencies cəmdir. Are cəmdir. Bu doğrudur. The rise in var burada. İndən əvvələ baxırıq. Rise tək is expected demək ki is düzdür. Cavab oldu 3-4. A variantı. İndi isə baxaq 63-cü testə. The English have, əvvəldə qeyd etdiyimiz kimi millət adının qabağında z varsa cəmlik bildirir, milləti bildirir, have düzdür. Deyir ki, ingilislərin var qədim və köhnə adətləri. 2-də baxdıq. The father and my mother. Mənim anam və atam 2 nəfər oldu. Has yox, have olmalıydı. Have there been much rain? Rain tək olduğu üçün xəbər də have yox, has olmalıydı. Is there any difficulties? Cəmdə deyə is yox, are olmalıydı. Learning English language is easier. Cümlənin mübtədası inkli feildir. Xəbərdə inkli qoyulub. İngilis dili öyrənmək Alman dilindən asandır. Cavab oldu 1 və 5 C variantı. İndi isə baxırıq 67-ci testin izahına. 67-ci testdə bizə verilib the rich. Əvvəldə qeyd etdiyimiz kimi cümlənin mübtədası z ilə verilmiş sifətdirsə bu cəmlik bildirir. Çünki bu substantivləşmiş isimdir. Have doğrudur. Tərcüməsi varlılar deməkdir. Varlıların çoxlu pulu və poverty var dövləti var. 2-də cümlənin mübtədası dancingdir. Is yazılıb. Bu doğrudur. To award mean mükafatlandırmaq o deməkdir ki, sən kiməsə nəsə verirsən, pul ya da hədiyyə kimi. Cümlənin mübtədası to'lu feildirsə, xəbər mean yox, means olmalıydı, tək olmalıydı. Ona görə 3 yanlışdır. A dictionary provide yox, provides olmalıydı. Çünki lüğət təkdədir, deyir lüğət təmin edir bizi, provides olmalıydı. Ona görə cavab oldu 1-2, B variantı. İndi isə 70-ci testə baxırıq. 70-ci testdə many articles on mathematics are often published in this journal. Ondan əvvələ baxırıq. Məqalələr çap olunub, məqalə cəm olduğu üçün arda düzdür, 1 düzdür. 2-də indən əvvələ baxırıq. News təkdir, were yox, was olmalıydı. Furniture from Italy and Romania. Fromdan əvvələ baxırıq. Furniture təkdir, is də təkdir, doğrudur. Traffic in this streets. Bu küçələrdəki trafik bilirik ki, sahil mühəndisimdir. Ona görə are yox, is olmalıydı. Cavab oldu 1, 3, B variantı. İndi isə baxaq 80-ci testdə. 80-ci testdə bizə verilən hissəyə baxaq. The Pyramids, one of the famous Middle Eastern newspapers were published in 1875. Dırnaqçı sözlər sizi bəzən qarışdıra bilər, amma yadınızda saxlayın. Bəzən heç o cümlədə əhəmiyyət də kəsb etmir. Çünki deyir piramidalar, Middle, bu hansı bir qazetin adıdır? Məşhur Middle Eastern newspaperlərindən biri. One of-un xəbəri tək olmalıydı, çünki biri dedi. Ona görə were yox, was olmalıydı, bir yanlışdır. Decades of severe regime have prevented Iraq from prospering. Deyir ki, İraqda olan ciddi rejim, 10 illiklərlə olan ciddi rejim. Decades cəm olduğu üçün xəbər də cəm olmalıydı. Düzdür, deyir ki, İraqda olan ciddi rejim, 10 illiklərlə olan ciddi rejim çiçəklənməsinə mane oldu. Demək ki, 2 doğrudur. 3-ə baxırıq. The violinist accompanied by 2 pianists was meet. Accompanied bilirik ki, müşayiəti ilə deməkdir və accompanied də qaydamızda qeyd etmişdim. Accompanied, including, between bu sözlərin hamısından əvvələ baxmaq lazımdır. Deyir ki, 2 pianist tərəfindən müşayiət olunan violinist was met. Bu doğrudur. Violinist təkdir deyə, was da təkdir. Ona görə burada 2-3 hələ ki doğrudur. Police toplu isimdə sings yox, sink olmalıydı. Ona görə 4 yanlışdır. Demək ki, 80-ci testdə cavab oldu 2 və 3. İndi isə gəlin 84-cü testə baxaq. 84-cü testdə bizə verilib sun and water provide energy. Sun və su provide energy 1 doğrudur. Çünki 2 mübtədə var. Xəbərdə provide cəmdədir. 2-də baxdıq. This professor's methods of teaching is different. Diqqətli olun. Of var. Ofdan əvvələ baxırsınız. Apostrof S-dən də onsuz soruya baxırdıq. Methods cəmdir. Is yox, are olmalıydı. 2 yanlışdır. Doing morning exercise regularly improves my health. Cümlə mübtədası inkli feildir. Səhər mütəmadi idman etmək yaxşılaşdırdı mənim sağlamlığımı. Xəbər təkdir. Cümlə mübtədası ilə inkli feil idi. Bu düzdür. The list showing the dates of exams are on the wall. List hansı list? İmtahan tarixini göstərən list showing verilib. Cümlənin mübtədasından sonra P1, yəni inkli feil versə, biz ondan əvvələ baxırıq. List təkdədir, are yox, is olmaydı. Ona görə bu testdə cavab oldu 1 və 3. İndi isə gəlin 86-cı testin izahına baxaq.
The number of, daha doğrusu bir də a number of tək xəbər, cəm xəbər olmalı idi. Burada həzf edilib. Bu yanlışdır. The number of isə tək xəbər olmalı idi. Were yanlışdır. The wounded bilirik ki, yaralılar deməkdir. Cəmlik bildirisi substantivləşir. Were düzdür. The poor kasıblar, kasıbların vardır həyat və çətin həyat şəraitləri. Kasıblar cəmdə olduğu üçün xəbərdə cəm olmalıdır. Cavab oldu 3 və 4. İndi isə gəlin 88-ci testə baxaq. 88-də cümlənin mübtədası inkli feildir. Diqqətli olmaq vacibdir imtahanda. Bir doğrudur, çünki is təkdə verilib. Office with expensive facilities. Bizdən əvvələ baxırıq. Office tək olduğu üçün doğrudur. 1-2 doğrudur. Və 3-cü testə baxırıq. The flowers, güllər. Hansı güllər? Hansı ki bu küçədə əkilib. Cümlənin mübtədasından sonra P2 verilibsə biz ondan əvvəlki sözə baxırıq. Is verilib. Amma güllər cəmdə idi. Ona görə 3 yanlışdır. Books, kitablar. Hansı kitablar? Bu müəllif tərəfindən çap olunmuş kitablar. Cümlənin mübtədasından sonra P2 verilibsə biz ora baxmırıq. Ondan əvvələ baxırıq. Kitab cəmdə, is isə təkdədir deyə bu yanlışdır. Bununla da agreementlə bağlı bütün testlərin, daha doğrusu daha çətin, daha izah tələb edən testlərin izahına baxdıq. İnanıram ki, qayda izahlarına da diqqətlə qulaq asmısınızsa artıq bu mövzunu mükəmməl şəkildə bilirsiniz. Kanalımıza abunə olmağı, bəyənməyi, əməyə qiymət verərək paylaşmağı unutmayın. Təşəkkür edirəm.